2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat, xərcləri 10 milyard 99 milyon manat. Büdcə artıqlığı 3 milyard 3 milyon manat təşkil edib. Yeni Sabah qeyd edir ki, 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Maliyyə Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 19,7 milyon manat və ya 1,6% çoxdur. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxil olmalar 6 milyard 923,5 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1%. Dövlət Gömrük Komitəsi üzrə daxil olmalar 2 milyard 64,9 milyon manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9%. İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti üzrə daxil olmalar 4,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 2,2% və sair daxil olmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 1,4 milyon manat və ya 1,4% çox icra olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxil olmalar 203 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4%. Dövlət Neft Fondundan transfert isə 4059,1 milyon manat təşkil edərək proqnoza qarşı 4,9 milyon manat və ya 5,1% az icra edilib. 2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat, proqnoza qarşı 10 milyard 9,9 milyon manat, yəni 9,9% icra edilib. Nəticədə dövlət büdcəsində 3 milyard 3 milyon manat profitsit büdcə artıqlığı yarandı.